Əgər 5-ci sinifdən 11-ci sinifədək din proqramı üzrə riyaziyyatı sıfırdan öyrənmək istəyirsinizsə, bizimlə hazırlaşa bilərsiniz. Salam. Yəqin ki, hamınız kvadrat tənlik düsturunu əzbər bilirsiniz. Amma heç düşünmüsünüzmü ki, bu düstur əslində hardan gəlir? Gəlin bugün bu düsturun necə alındığını, yəni onun çıxarılışını addım-addım birlikdə öyrənək. Deməli, baxın, bu bizim standart kvadrat tənliyimizdir. ax kvadrat üstəgəl bx üstəgəl c bərabərdir 0. Məqsədimiz nədir? Elə bir universal düstur tapmaq ki, a, b və c nə olur olsun, biz həmişə x-i tapa bilək. Yaxşı, gəlin başlayaq. İndi biz bu tənlik üzərində bir neçə sadə riyazi əməliyyat aparacağıq. Diqqətlə izləyin, hər şeyi birlikdə edəcəyik. Bizim ilk edəcəyimiz iş, bəlkə də ilk baxışdan qəribə görünə bilər, tənliyin hər iki tərəfini, yəni həm solu, həm də sağı 4a-ya vuracağıq. Soruşa bilərsiniz ki, niyə məhz 4a? Biraz səbirli olun, bunun nə qədər məntiqli bir addım olduğunu az sonra görəcəksiniz. Hər bir həddi 4a-ya vurduqda nə alırıq? Baxın, 4a kvadrat x kvadrat üstəgəl 4abx üstəgəl 4ac bərabərdir 0. Düzdür, tənlik sanki biraz böyüdü. Amma əslində bu, bizim növbəti addımımız üçün, yəni tam kvadrata ayırma üsulu üçün bir hazırlıqdır. İndi növbəti addım. Bərabərliyin tarazlığını pozmamaq üçün hər iki tərəfinə b-nin kvadratına əlavə edirik, yəni sola da, sağa da. Bizim əsas məqsədimiz sol tərəfdə iki hədlinin kvadratı düsturuna bənzər bir ifadə yaratmaqdır. İndi isə kiçik bir sadələşdirmə aparaq. Sol tərəfdəki 4ac-ni bərabərliyin sağ tərəfinə keçiririk. Təbii ki, işarəsi dəyişir, olur mənfi 4ac. İndi diqqətinizi tamamilə sol tərəfə cəmləyin. 4a kvadrat x kvadrat üstəgəl 4abx üstəgəl b kvadrat. Bu ifadə sizə nəyisə xatırladırmı? Bəli, bütün o əvvəlki əməliyyatları məhz bu an üçün eləyirdik. Kvadratı tamamlama metodu dediyimiz budur. Tənliyin sol tərəfi artıq bizim çox yaxşı tanıdığımız bir düstura, iki ədlinin cəminin kvadratı düsturuna tam olaraq uyğun gəlir. Və budur nəticə. Həmin o uzun ifadə əslində 2ax plus b-nin mötərizə kvadratıdır. Müxtəsər vurma düsturlarından bunu xatırlayırsınız, elə deyilmi? Baxın, bu çevrilməklə biz o mürəkkəb görünüşlü tənliyi nə qədər sadə bir formaya gətirdik. Əla, demək olar ki, işin çətin hissəsi bitdi. Artıq tənliyimiz çox sadə bir formadadır. İndi buradan x-i tapmaq, yəni tənliyi həll etmək üçün sadəcə 1-2 addım atmaq lazımdır. Deməli, birinci nə etməliyik? Sol tərəfdəki kvadratı yox etmək üçün bərabərliyin hər iki tərəfindən kvadrat kök alırıq. Və burada çox vacib bir məqam var. Kök alanda sağ tərəfdəki ifadənin qarşısına mütləq plus-minus işarəsi qoymalıyıq. Çünki bilirik ki, həm müsbət, həm də mənfi ədədin kvadratı bizə eyni müsbət ədədi verir. Yaxşı, məqsədimiz x-i tək saxlamaqdır. Bunun üçün əvvəlcə sol tərəfdəki müsbət b-ni bərabərliyin sağ tərəfinə keçiririk. Təbii ki, işarəsini dəyişməklə. Və sonuncu addım, x-in qarşısındakı 2a vuruğundan azad olmaq üçün bərabərliyin hər iki tərəfini 2a-ya bölürük. Vəssalam, budur, bizim hamımızın yaxşı tanıdığı, əzbərlədiyi o məşhur kvadrat tənliyin həlli düsturu. Gördüyünüz kimi, bu düstur göydən düşməyib. Tamamilə məntiqli riyazi çevrilmələr nəticəsində alınıb. Yaxşı, düsturumuz artıq hazırdır. İndi gəlin bu düsturun içindəki bir vacib hissəyə diqqət yetirək. Məhz kök işarəsinin altındakı ifadəyə. Riyaziyyatda bu ifadənin, yəni b kvadrat çıxılsın 4ac ifadəsinin xüsusi bir adı var. Biz buna diskriminant deyirik və onu böyük D hərfi ilə işarə edirik. Diskriminant sözü latın dilindən tərcümədə ayırd edən, fərqləndirən deməkdir. Görəsən niyə belə adlanır? Baxın, səbəbi budur. Diskriminantın qiymətindən asılı olaraq biz tənliyin neçə kökü olduğunu əvvəlcədən bilə bilirik. 3 hal mümkündür. Birinci hal, əgər diskriminant sıfırdan böyüdürsə, tənliyin 2 müxtəlif həqiqi kökü var. İkinci hal, əgər sıfıra bərabərdirsə, tənliyin 1 kökü var. Və üçüncü hal, əgər diskriminant sıfırdan kiçik, yəni mənfi olarsa, onda tənliyin həqiqi kökü yoxdur.
Beləliklə, biz bugün həm düsturun çıxarılışını öyrəndik, həm də diskriminantın nə demək olduğunu anladıq. İndi isə gəlin, öyrəndiklərimizi tətbiq edək. Baxın, ekranda bir tənlik var. Burada A, B və C-ni müəyyən edin, düsturda yerinə qoyun və tənliyin köklərini tapın. Uğurlar!